9 universitetdən hal-hazırda qəbulum var. Salam, mən Turan Məmmədov. Hal-hazırda Fizika Riyaziyyat və İnformatik Təməli Respublika Liseyində 11-ci sinif təhsil alıram. Bu il University of California, Berkeley başda olmaqla bir neçə Amerika, Kanada və Çin universitetlərindən qəbul almışam. Toplam 9 universitetdən hal-hazırda qəbulum var və əsas müraciət etdiyim sahələr biznes və iqtisadiyyatla əlaqəli sahələr idi. Bu videonu izləyən gənclərə bunu tövsiyə edə bilərəm ki, xaricdə təhsil almaq istəyirsinizsə, belə bir hədəfiniz varsa, son illərə saxlamayın, son aylara saxlamayın. Əvvəlcədən planlı bir strategiya quraraq, hər şeyi öncədən düşünərək və davamlı olaraq bu işi görərək və mütəxəssislərdən də dəstək alaraq bu prosesə başlayın, davam etdirin və sonunda da uğurlu nəticəni əldə edin. Bir də spesifik olaraq bu tövsiyəni də verə bilərəm ki, dərsdən kənar fəaliyyətlərə önəm verin. Doğrudur ki, bizim imtahanlarımız, məktəb qiymətlərimiz çox önəmlidir, amma bununla yanaşı bizi digər minlərlə müraciət edən tələbələrdən ayıran fərq odur ki, bizim esselərimiz və dərsdən kənar fəaliyyətlərimizdir. Buna görə də buna xüsusi diqqət etmək lazımdır. Və son olaraq isə Urfa Akademik kollektivinə, məktəb müəllimlərimə, məktəb kollektivinə və valideynlərimə, xalama təşəkkür edirəm.